Azərbaycan adı ilə bağlı, ölkəmizin, dövlətimizin adı ilə bağlı çox təəssüf ki, hərədən başqa-başqa fikirlər, mülahizələr gedir, yer alır və kimlərsə bundan sui-istifadə etməyə çalışırlar. Amma bilməyən şəkildə o məsələlər ümumiyyətlə son qoyulmalıdır müzakirələrə. Və hər kəs də bilməlidir ki, Azərbaycan adı bizim üzərimizdə min illər bundan əvvəl olubdur, bu günlərdə davam edir. Bu mövqedən yanaşılmalıdır. Dünya tarixçiləri, dünya şərhşünasları o mövqedən çıxış edirlər ki, Azərbaycan adının ilk variantı Azərbaycanın vilayətlərindən birində Antarpatiyan və Andirpatiyan formasında işlənibdir. Təxminən eyni vaxtda başqa mənbələrdə Adorbayqan, yəni eradan əvvəl 8-ci əsrdən etibarən. Yəni bu dövrdə müasir mövcud olan ölkələrin, dövlətlərin çox azının adı o dövrdə formalaşıbdır. Əyalat şəklində formalaşıbdır, sonradan da həmin an dəyişərək Azərbaycan formasını alıbdır. Məsələn, bir tərəfdə ondan ibarətdir ki, yəni Azərbaycan, MADA, media adı, ondan biraz əvvəlki adların hamısı mahiyyət etibarıyla Azərbaycan ölkəsinə, Azərbaycan dövlətinə aiddir. Konkret Azərbaycan adını kimsə deyirsə, yəni müqayisə gətirsə dünyanın tarixindən Fransa, İngiltərə, Almaniyalıları 15-16-cı əsrdən səslənməyə başlayıbdır. Rusiyada 18-ci əsrdən səslənməyə başlayıbdır. Yəni ona görə də bu məsələlərdə Azərbaycana qarşı hansısa bir əks təbliğat kimi istifadə etmək deyil, lazım deyil, doğru deyil. Məsəl üçün, mən sizə başqa bir şey də deyim ki, yeni eranın 3-cü əsrindən etibarən bizim ərazimiz, yəni bir tərəfi Dərbənd, digər tərəfi Həmədan, Zəncən, Qəzvin xətti götürməklə, yəni Şimali Azərbaycan torpaqları, Cənubi Azərbaycan torpaqları Azərbaycan və yaxud da Adərbayqan adı ilə müxtəlif mənbələrdə, o cümlədə Yunan yerli qərb mənbələrində, birazdan sonra isə ərəb mənbələrində aydın şəkildə, yəni yeni eran 3-cü əsrinə aid işlədilir. O məsələn, ərəb mənbələri var, İbn Havqə 9-10-cu əsrdə o bir ifadə işləyir ki, Azərbaycan böyük bir ölkədir. Onun hüdudları şimalda Dərbəndə, cənubda isə Həmədana çatır. Və yaxud ondan biraz sonra yaşamış Yaqut Həməvi ərəb müəllifi göstərir ki, Azərbaycan geniş ölkə və böyük dövlətdir. Yəni Azərbaycan adında işlədir. Ona görə də bütün dövrlərdə ən azından 9-cu əsrdən başlayaraq Azərbaycanda hakimiyyətdə olan Azərbaycan mövcud dövlətlərlə bağlı Azərbaycan dövləti, Azərbaycan hökmdarı, ondan sonraki dövrdə, Dənizlərin dövründə, Qaraqoyunların, Ağqoyunların dövründə, sonraki dövrlərdə hər yerdə Azərbaycan hökmdarı, Azərbaycan şahı, Azərbaycan padşahı ifadələri işlənir. Yəni, bütün dövrlərdə Azərbaycan adı ölkəmiz üzərində olubdur. Bununla bağlı bütün tərəddüdlərə, yalançı, boş, mənasız sözlərə və müzakirələrə son qoyulmalıdır.